Görürsünüz, son günler bir sıra kanallar ve hatta televiziya şəbəkələri süni intellekt vasitəsilə mənim videolarımı düzəldib paylaşırlar. Orada mənim dilimdən, yalandan deyirlər ki, güya Azərbaycanda xalqın vəziyyəti çox yaxşıdır. İşsizlik azalıb, iqtisadi inkişaf var. Bütün bunlar yalandır. Süni intellekt vasitəsilə düzəlib. Mən və yaxın qohumlarım Azərbaycan xalqını dilənçi gününə salmışıq. Cəmaət xəstəlik və acından qırılır. Mən o qədər vicdansız deyiləm ki, bu boyda yalan deyim. Deyim ki, işləmək istəyən iş tapar. Xardan iş tapsın. Ancaq mən və qohumlarıma aid obyektlərdə qul kimi işləyə bilərlər. Bir daha diqqətli olun. Bundan sonra videolara diqqətlə baxın. Süni intellektlə düzəldilmiş videolarda mənim burnum güya kəsilib, cərrahiyyə əməliyyatı olub, üzüm fərqlidir. O mən deyiləm. Burnuma baxın. Bu burun mənimdir. O burun mənim deyil. İmkan verməyin ki, vətən xainləri sizi aldatsın.